Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah, amma ba'd. Allah Nebisi sallallahu aleyhi ve sellem buyurur ki, La yehcuru el-muslimu aha muslimen fevka thalath, ev kema kal. Aleyhisselam. Bir Müslüman kişi öz Müslüman kardeşini 3 günden artık hicr edebilmez. Yani terk edebilmez. Danıştırmayabilmez. 3 gün son haddi. Niye göre? Çünkü 3 gün müddetinde insanın gerginliğinin gitmesine ihtiyaç var. Çünkü ilk günü o gergin olur, esebi olur, gezebi olur. Onun hislerinin tam sönmesi tam 3 gündür. Ona göre şeriat 3 gün küsülü kalmağı resmi icazə verib. 3 gün küsülü kal. O müddette senin hislerin, əsəblərin tam sönecek. Yani özüne geleceksen artık ayıq olacaksan ve bileceksen her şeyi analiz edebileceksin. Ondan sonra barışmak vaciptir. Yani onu göre alan Nebisi sallallahu aleyhi ve sellem şeriatta fikri necə? Yani bir Müslüman kardeşini 3 günden artık ondan küslü kalabilmez. Bu icazeli değil, haramdır yani, icazeli. Yaxşı küslü kalsa kişi de deyir bu gelir özünü çöndərir, o gelir özünü çöndərir, bilmez salam vermir. Onlardan en xeylisi birinci salam verendir. Onlardan birinci ölen cehenneme girir. Yani bunlar birbirinden danıştırmırlar. Danıştırmama sebebi meşru değil, üzür yoktu, şer'i üzür yoktu, kabul değil. Boş şeye göre. 3 gün geçti, bunun eceli geldi, o da girir. O da girir bu. Mümin diye o da girir. Ceza olarak. Allah'a ve Resulüne asi olduğuna göre cehenneme girir. Aydındır. Onun cehenneme girme sebebi neydi? Tekebbürlük. Resulullah'ın emrini yere çırpmak. Ona imtisal etmemek. Ona tabi olmamak, onu saymamak. Ceza olarak cennet əvəzində cəhənnəmə girir. Halbuki mömündür. Bu hansı cəhənnəmdə, əbədə cəhənnəmdə yox. Bu əslində cənnətə girməlidir, mömündə axı. Amma bu məsələdə təkəbbürlü göstərdiyinə görə, Allahın Rasuluna imtisal etmədiyinə görə sallallahu aleyhi ve sellem, ona ram olmadığına, tabi olmadığına, onun gətirdiyini yerə çırptığına görə cəza olaraq cənnət əvəzində cəhənnəmə girir. Kəbir əzəmdə. Onlardan birinci ölən o da girir. Hadisdə gəlib açıq. Bu indi 3 gündən o yana keçdi. 6-cı gün bunun əcəli gəldi. 3 gündür, 4-5, 6-cı gün əcəli. Yenə də barışmadı. Və bunların hicran səbəbi məşru deyil, məqbul deyil, üzürü yoxdur. Yəni, üzürlü hicran səbəbində bu əhkamlar işləmir, istisnadır. Onlarda xüsusi əhkamları var. Bunda o deyil. O mən nə o söz dedi, bu xətrimə dəydi, o mənə gəlb üzr istəməlidir. Hər halda mən ondan böyüyəm. Bunlar boş şeylərdir. Yola verin getsin. Yola verin getsin. Yəni bu o səbəb deyil. Bəli, küsmə səbəbidir, doğrudur. 3 gün küslü qal. Və yaxşı olar ki, kim kiçikdirsə böyükdən üzr istəsin. Yaxşı olar ki, kim xatakarsa o etiraf edib üzr istəsin. Ədalətdən olan budur. Əslində, o bursunun küslü qalmağa haqqı var. Çünki mən ona üzr istəməyəcəm ki, o gəlsin üzr istəsin də. Kim incidib? Kim haqqa girib? Kimdən tələbi ondan vacibdir. Bu gəlb onu istəməyəcək ki. Bu ona gəlb istəyəcək. Ona görə Abu Bakr və Umar radiyallahu anhuma onların arasında bir kavga olub. Rivayət həm Buxaridə, həm Müslim və gerisində keçir. Bir dəfə bunlar qardaşdılar. Abu Bakr, Umar qardaşlar, möhkəm qardaşlar. Çox güclü dostlardılar. Bir dəfə Umar Abu Bakr söyür. İnsan təbii hissənib. Abu Bakr da söylən insan deyil. Həm yaşda səndən böyükdür, həm başda səndən böyükdür, həm fəzilətdə səndən böyükdür. Həm biləməd çox mehriban dostsuz. Yəni bir bölməz cansız. Amma və Abu Bakr inciyir. Rasulullah sallallahu aleyhi ve sellem onun rənginin qaçmağına istəyir. Ya Abu Bakr, səndə nəsə var? Deyir, heç nə ya Rasulullah. Yox. Heç nə ya Rasulullah. Yox, sən həmin üzü deyil ya Abu Bakr. Sıddıq, sorursam sənə, nə olub? Deyir, ya Rasulullah, əslində xatım məndə idi. Yox, dinlə, nə baş verir? Deyir, Ömərlə mənim aramda bir şey oldu, amma xatım məndədir ya Rasulullah. Qorxur ki, Ömər Rasulullahın qəzəbinin üzərində Allahın lənətinə gələr. Deyir, Rasulullah, xatım məndə idi, heç nə olmadı. Deyir, yox, aşinə deyib. Yox, Rasulullah, vallahi xatım məndədir. Heç nə olmuyor. Yox. Və Rasulullah məcbur edir, Abu Bakr'ı söhbəti açdırır. Söhbət açılanda Rasulullah çox qəzəblənir.
Çox qəzəblənir. Ömər bin Xattabın hirsi soyanda başa düşür ki, kobud xata edib və qaça-qaça Əbu Bakır evinə gedir üzr istəməyə. Evə gələndə bilir ki, evdə yoxdur, dəli olur. Rasulullahın yanındadır, mən həlak oldum. Mən həlak oldum. İndi Ömər hissləri soyub, əsəbləri gedib, hər şey yaxşıdır. Özündən başa düşüb ki, xata bundadır da. Nə olsun dostunda, canında, ciyərində, ürəyində. Bu olmaz axı, qırmızı xəttə keçməyir də. Qaça-qaça gəlib, hirsi soyandan sonra Əbu Bakırın qapını döyür, qapını açır ki, ümidlə ki, gəlsin, ətəyindən yapışsın, başından öpsün, əlini öpsün. Çünki doğrudan ona hörmət edirdi. Üzr istəmə, halallıq, Əbu Bakır evdə yoxdur. Başa düşür ki, Rasulullahın yanındadır. Onları sanki ildirim vurur. Radiyallahu anhu Allah. Bir ondan soyuq tərk edir, dəhşətə gəlir. Qaça-qaça gedir Rasulullah sallallahu aleyhi ve sellem yanına. Rasulullah uzaqdan onu görəndə sanki üzünə narı sıxmısan qəzəbindən. Üzü qırmızı çil-çil olur və damarları belə şişir onları görəndə. Onlar gəlir və uzaqdan bilir ki, ona məsələ agahdır. Əbu Bakır da Rasulullahın ətindən tutub yalvarır ki, ya Rasulullah, vallahi xata məndə idi. Xata məndə idi. İndi vəziyyəti düzəltmək istəyir. İndi Əbu Bakır vəziyyəti düzəltmək istəyir. Baxın, necə böyük insanlar olur bu. Vallahi xata məndə. Ya Rasulullah, mən onu o günə qoydum. Mən onu həddə çatdırdım. Yəni xata məndə. Ya Rasulullah, bu keçmir Rasulullah. Əbu Bakır belə qırağa qoyub, onlara belə kəskin baxır. Onlar da asta-asta gəlir. Onlar da baxanda Rasulullah sallallahu əleyhi və səlləm simasından bilir ki, vəziyyət yaxşı deyil. Ömər Rasulullahın yanına gələndə Rasulullah sallallahu əleyhi və səlləm çox nadir etdiyi bir şey ona edir. Səsinin tonunu qaldırır. Bu Rasulullahda nadirdir. Adətən o səsin tonunu yalnız xütbələrdə qaldırardı. İnsanlar eşitsin və xütbənin zəhmi var. Burada istisna. Ömərin üzərinə Rasulullah səsinin tonunu qaldırır. Deyir ki, Ələ əntum tariku li sahibi, möhkəm səslən. Və bunu 3 dəfə təkrar edir. Mənim dostumdan əl çəkməyəcəksiniz. Kimi deyir? Sıddiq-ül Əkbar. Möhkəm səslən. Səsin tonu biraz da qaldırır. Mənim dostumdan əl çəkməyəcəksinizmi? Səsin tonu lap qaldırır. Mənim dostumdan əl çəkməyəcəksinizmi? Siz məni təksib edəndə o məni təsdiq etdi. Siz məni qovanda o mənə yurt verdi. Siz məni ac qoyanda o yeməyini mənimlə bölüşdü. Siz məni başladı onun fəzilətini gətirəndə. Hamısını, onun fəzilətlərini saydı və s. və s. və s. Və sonra deyir ki, bir daha mənim dostumun xətrinə dəyməyin. Ömər bin Xattab deyir ki, ondan sonra başa düşdüm ki, Əbu Bakır qırmızı xətdir. Onu qəzəbləndirən Rasulullahı qəzəbləndirir. Rasulullah qəzəblənərsə Allah qəzəbləndirir. O ilə də hər şey batır. Ondan sonra Əbu Bakırla, baxma ki, biz möhkəm dostluq, qardaşı, öz həddimi bilirdim və özümü qoruyurdum. Ondan sonra ona qarşı müamiləm tamamilə başqa oldu. Baxın görürsünüz, onlar arasında da yəni olur. İnsanlar da təbiidir. Buna oxşar bir dənə də misal var. Budur Xalid ibn Velid. Xalid ibn Velid, sahabiyyun cəlil, Seyfullahül Məslul, radiyallahu anhu. Allahın qınından çıxmış iti qılıncı. Allahın qınından çıxmış iti qılıncı. Allahın qılıncı, Seyfullahül Məslul. Onun ləqəvidir. Bu ləqəvi ona Rasulullah deyib, verib ona. Seyfullahül Məslul. Bu tərəfdə də Abdurrahman var, İbn Avf. Abdurrahman ilk İslam'a gələnlərdəndir. İlk mühacirlərdən, ilk iman edənlərdən. Xalidin İslam'ı geçib. Xalid hicrət ilinin içində İslam'a gəlib, hicrət hadisəsindən biraz qabaq. Üzrdən fəth. Fəth ilində İslam'a gəlib, fəth hadisəsindən bir neçə ay qabaq. İslam'a geçib. Abdurrahman sahabi. Xalid sahabi. Xalid ibn Velid sahabiyyun cəlil, Seyfullahül Məslul. Fəzilə sahibi. Abdurrahman ibn Avf sahabin cəlil. Əvvəl-səbiqinə, mütəsəbiqinə mühacir-müminin. İlk iman edən mühacirlərdəndir. Hər ikisi cəlil sahabə. Arasında bir kavga olur. Anlaşmamazlıq olur. Xalid cəngavər. Xalid komutan, general. Adətən o insanlar kobud olur, ağızdan göyçək olur. Qədimdə də belə var, indi də belədir. Aralarında bir kavga olur. Xalid Abdurrahmanı pis söyüşlə söyür. Pis söyüşlə. Qırmızı xəttdən keçən namus söyüşlə söyür. O da nəyə görə? İslam'a təzə gəlib, o söyüş onun ağzının ərində vardı.
qəzəblənir, onunla sözləşirlər. Xalq hisslərin o pis söyüşünü söyür, yəni ana söyüşü ilə. Uzaqdan da Rasulullah keçirdi. Abdurrahman Xalidə heç nə cavab vermir. Özünü yığır, qəhərlənir. Gözündən yaş gəlir, üzün körü gedir. Amma cavab qaytarmır ona. Və keçəndə gör ki, Rasulullah oradan keçdi. Başını sallar sakitcə, gəlir Rasulullah, deyir ki, ya Rasulullah, sən özün də şahidsən ki, mən ona cavab qaytarmadım. Yəni, mən cavab qaytarmadım. Yəni, bunu altına hər kəs çıxa bilmir. Razı mı ilə? Hər kəs bunu yeyə bilmir. Yəni, mən Allahdan və Rasulundan utandım və ona cavab vermədim. Amma o məni incitdi. Yəni, bu nədir? Öylədir, yəni. Hətta Abdurrahman ağlatdı. Şəxsiyyətinə sataşdı da, mənliyinə, irzinə. İrz nə deməkdir? Deyirsə, irz kəlməsi işlədir. İrz, şərəf və ləyaqət mənasına gəlir ərəbdə. İrd. İnnə ə'radakum haramun aleykum. Sizin irziniz birinizdə haramdır. İrz nə deməkdir? Şərəf və ləyaqət bizim dildə. Namus və qeyrət. Namusuna, qeyrətmə, şərəf və ləyaqətmə sataşdı. Peyğəmbər sallallahu aleyhi ve sellem gəlir Xalidin yanına. İndi Abdurrahmanı müdafiə edir. Gəlir, deyir ki, lə tasubbu ashabi. Mənim sahabələrimi söyməyin. Kimə deyir? Sahabəsinə deyir. Kimə deyir? Sahabəsinə deyir. Lə tasubbu ashabi. Və səsinin tonunu qaldır, möhkəm. Mənim sahabələrimə nə badə dil uzatmayasınız. Sahabəsinə nə deyir? Mənim sahabələrimə. And olsun ki Allaha, sizdən biriniz Uhud dağı qədər qızıl Allah yolunda xərcləsə, onların birinin xərclədiyinin ovucunun yarısını verə bilməyəcəkdir. Niyə görə? Sən bizim üzərimizə o şərh mənasında, sən bizim üzərimizə ordu ilə gələndə, hələm də iman etməyəndə, bizi qıranda o mənlə qırılanlar sırasında olub. Sahabəmə toxunmuyor. O sənin əfsəldir. Sanki o mənə gəlir. Sən də sahabəmsən. Amma həddini bil də, sən ona heç vaxt çata bilməyəcəksən. O qırılanlardan idi, sən qırmağa gələnlərdən idin. O ilk iman edənlərdən idi, sən imanı bu hamısı rol oynayır. Bu hamısı öz yerini götürür. Bəli, sən də sahabisən. Sən mənim əzizimsən, canımsan, ciyərisən mənasına gəlir. Seyfullahsan, Allahın qılıncısan. Amma birincilərlə işin olmasın. Onlar elə bir məqamdadır ki, onlara artıq çatmaq mümkün deyil. Aydındır? Yəni, lə təsubbu sahabi. Sahabəsinə şikayət edir. Sahabəmə toxunmayın. Sahabəmi söyməyin. Və sonra müqayisə edir. Sizin sədəqəniz hara? Bunların sədəqəsi. Bunların o gün mən tək olanda, aciz olanda, zəif olanda, gücsüz olanda, ordusu olanda, silahsız olanda, mən zəif olanda bunların yarım ovuc xərclədiyi, bu günləri sizin sonradan gələnlərin dağ boyda xərcləsi, onu verə bilməz, yerini verə bilməz. Yəni, Allah Nəbisi salsam onları tərbiyə edirdi, onları islah edirdi, onları barışdırırdı. Yəni, onlar arasında bir məhəbbət, bir dostluq edirdi. Allah Nəbisi salsam buyurur ki, hələ ki mən sizin aranızdayam, mən sizi qoruyuram. Necə ulduzlar səmanı qoruyan kimi. Hələ ki ulduzlar gedəcək, səma dağılacaq. Hələ ki mən sizin aranızdan gedəcəm, yəni vəfat edəcəm, siz dağılacaqsınız. Zaten demişdim, bu hədis şərifdir. Allah Nəbisi sallallahu aleyhi ve sellem vəfat edildiyindən sonra nə baş verdi? Sahabələr bir-birinə ordu qaldırdılar və bir-birinin qanı tökdülər. Yəni bu əvvəlcədən deyilmişdi. Nə görə Rasulullah sallallahu aleyhi ve sellem yəni fenomenal, həyatda mümkün olmayan bir şeyləri Allah təala müvəffəq eləmişdi. Onları bir-birinə qardaş eləmişdi. Ansar, Muhacir, Avs və Xəzrəc. Yəni hətta Avs Xəzrəc haqqında deyilir ki, yəni Rasulullah sallallahu aleyhi ve sellem onlara yetişməsəydi İslamı ilə, onları qardaş eləməsəydi, bu qəbilələr bir-birlərini tarixdən siləcəkdilər, yer üzündən. Hər dəfə dava edirdilər. İkisi də Mədinəli, ikisi də Ərəb qəbiləsi. Bunlarda qan davası var, hər də bir-birlərini qırırlar. Rasulullah onları bir-birinə qardaş elədi, iman qardaşlığı, sahabə qardaşlığı. Təsəvvür edin, o vəfat edəndən sonra təzdən şeytan, iblis burada Rasulullah sallallahu gücünü göstərir. Allah təala deyir ki, onun yanındadır, onu təyid edir, onu təsdiq edir. Heç kim onları parçalaya bilmir. Rasulullah vəfat edib gedəndən sonra burada iblisin necə hiləsini göstərir ki, iblis gör nələrə qadirdir. 2 dənə qardaş sahabə, hərəsinin bir ordusu. Və hər iki orada da sahabələr də bir-birlərini qırmağa gəlirlər. Gör nələr iblis törədi böyük tarixdə. Yəni iblisin varlığına şəkk eləyən hələ bu hadisələrə baxsın. Gör, hə? 2 dənə ordu. Hər iki ordu. Başında sahabə gəlir, sahabə gəlir. Hər iki ordunun nümayəndələri sahabələr. Gəliblər bir-birlərini qırmağa. Nə var, nə ki,
artıq Rasulullah onları qoruya bilmir. Artıq onların arasında yoxdur. İndi iblis onları artıq nə edir? Necə? İblisin öz ordular var. Münafiqlər, müzəbzəbinə beynə dəlikə la ilahə ulə. Nə onlardandır, nə bunlardandır. İşdən görürlər. Yəni, qardaşlıq niməti bilmək lazımdır. Biz hava ağırlanırıq, o qardaşı çiynimizdə aparanda. Mən bir qardaş tanıyıram, bu Büqar mənim danışmışdı bizə dərsdə. Sonra mən də tanıdım söhbət kimdən gedir. Deyir, bunlar küsülüydülər, bax belə boş şeyə görə küsülüydülər. Amma möhkəm qardaş oldular, möhkəm dost oldular, bilən xətrinə çox istəyirlər. Belə boş şeyə görə küsülüydülər, qəfil onlardan biri vəfat edir. O bursu küsülü onu aparır qəbir dünyasında ağlaya-ağlaya. Hamı qəbristanlığına gedir, onun qəbir üstündə qalır, ağlayır, heç kim onu evə apara bilmir. Qəbrindən ayıra bilmir. Elə peşman olur ki, vaxtında onunla barışmadığına görə. Bu hadisəni biz gözümüzlə gördük. O insanı qəbristanlıqdan çıxarda bilmirdik. Yəni peşman olur da onunla küsülü olduğuna görə, boş şey küsülü olduğuna görə çiynində aparır, nə qədər ağlayırdı. O gün orada heç kim ağlamırdı ondan başqa. O qədər peşman idi onu itirməyə, o qədər peşman. Kaş ki o qayıdardı, o ilə barışardım, sonra öləydi, nə olar? Qayıdardı, barışardım, sonra öləydi. Neynəmişdi ki, məni yəni onu belə danışdırmırdım. Çox böyük şey olmuş ona görə. Yəni, qardaşların gəldiyini bilin, qardaşlığın gəldiyini bilin, iman qardaşlığın gəldiyini bilin. Bu böyük nemətdir, vallahi böyük nemətdir. Və yenə də xatakar olan gəlsin üzr istəsin. Və təvəzzükar olsun. Və kiçik böyükdən üzr istəsin. Hətta ola bilsin ki, xata böyükdədir. Qoy kiçik gəlsin təvəzzükarlıq xəttinə. Allah rizası üçün böyükdən üzr istəsin, hətta haqlı olduğu halda. Kim haqlı olduğu halda münaqişəni Allah üçün tərk edirsə, cənnətin ortasında ona ev zamin dururam. Və bu hədislər kim üçündür? Ha vaxt tətbiq olunacaq belə şeylər üçündür. Haqlısan, ağsaqqal haqsızdır. Allah rızası üçün təvəzzük. Mən tavazaa lillahi rafa'ah. Kim Allah üçün təvəzzükarlıq eləyərsə, Allah onu ucaldır. Ağsaqqal xatakardır. Tamam. O üzr istəmək düzgün deyil. Min iclalillah, Allah-u Teala'ya təzim və iclal göstərməyin əlamətlərindən biri böyüyə ağsaqqal kimi hörmət göstərməkdir. Xatakar oldu. Yaşda böyüdür. 6 yaşdan böyüdür. Eyb yox. Sındır özü. Gəl özü xatakar yerinə qoy. Sən barış. Bütün məqamları, bütün fəzilətləri, bütün xeyri sən topla. Nə olar? Vallahi Allah qatına qalxacaqsın. Vallahi ucalacaqsın. Bu nemət inşallah, bu nemətin qədrini bilin. Biz bu neməti itirəndən sonra bilirik qədrini. Elhamdülillah. Bizə qalan iman qardaşlar olacaq da. Nə naşükür uşaqlarımız bizə qalmayacaq, nə nankör balalarımız, qızlar qalmayacaq. Hərəsi səni mirası götürüb, gedəcəklər kurorta, dincəlməyə. Allah göstərməsin belə balalardan, belə evlatlardan. Səni yenə də rəhmət kim oxuyacaq? Ət-təhiyyatü lillahi və-s-salavatu və-t-tayyibat. Əs-salamu aleykə əyyuhən nəbi və rəhmət. Əs-salamu aleykə və s-salat. İkinci rivayət. Və alə ibadillahi s-salihin. Ölülər və dillər hamısı onun içindədir. Sənin namaz qılan, təhiyyat oxuyan qardaşın duası sənə çatacaq qəbirdə. O təhiyyatda bütün diri və ölü möminlərə duadır. Və Allahın salamı olsun, rəhməti, bərəkət olsun bütün Allahın salih ibadlar qullarına. Kimin duasına çatacaq? O qardaş ki, səcdəsində deyir ki, Allahümməğfir li cəmi'əl əmvətəl muslimin vəl muslimat vəl mu'minin vəl mu'minat. Allahümməğfir ləhum. Və deyəcək ki, Allahümməğfir li muslimat vəl mu'minina vəl mu'minat əl-əhyai minhum vəl əmvat. Allahümmə müsəlman kişi və qadın, mömin kişi və qadın, diri və ölən olan hər bir kəsə rəhmət elə. O duanı ki, o eləyəcək ki, yer üzərində gəlib gedən müsəlman kişi və qadınların sayı qədər sahib qazanır. Bu bir. Üstəlik, onun duası sənin də ruh dünyana nəsibi payını gəlir, əzabdan qurtarır. Amma o kəslər ki, ona gəl Allah Subhanahu nə deyir ki, əbəukum və əbnəukum lə tədrunə əyyuhum əqrabu ləkum nəfəə. Atalarınız, balalarınız, övlad, siz bilmirsiniz onlardan ən xeyrisi hansıdır? Ən xeyirli hansıdır? Allah'a yaxın olan. Ola bilsin ki, sənin ən dəyər göstərdiyin, sən ən faydasız olandır. Ola bilsin ki, sən ən biganə olanın sən ən faydalı olanı olacaq.
Bu da nedir? İman ölçüsüdür. Ona göre bu şeyin qədrini bilin. Hədə və sallallahu və sellim alə nəbinə Muhammed və alə alihi və sahbihi ecmaîn.